Sabah kəskin istilər olacaq. Bakıda temperatur 38 dərəcəyə qalxacaq. Azərbaycanda iyunun 20-sində havanın 39 dərəcə isti olacağı gözlənilir. Report xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 21-25 dərəcə isti, gündüz 33-38 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin günün ikinci yarısında bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısa müddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlı ərazilərdə duman olacaq. Mülayim şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24 dərəcə isti, gündüz 35-39 dərəcə isti, dağlarda gecə 11-16 dərəcə isti, gündüz 20-25, bəzi yerlərdə isə 28-32 dərəcə isti olacaq.